Keçən dəfəki mövzumuz məhəbbətlə əlaqədardır, sevgi. Yəni sevgi ixtiyarsız olaraq insana verilmiş bir duyğudur, amma dəyərləndirilmədiyi zaman, doğru yerdə istifadə edilmədiyi zaman insanın başına bəla ola biləcək qədər biraz ağır bir mövzudur. Amma dəyərləndirilə bilsə, ölçüsü, istiqaməti yerli yerində ola bilsə, insanı hər daim dünyəvi və uxravi saadətə götürə biləcək dəyərlərdən biridir sevgi. Çünki sevgi, yəni hətta məşhur belə bir trend olmuş sözlər də var. Deyir, dünyanı sevgi qurtaracaq. İnsanın mayası sevgidən yoğrulmuşdur falan belə trend olmuş sözlər vardır. Həqiqətən əslində sözlərin gerçəklik payı çoxdur. Amma biz sevgidə tuta bilmədiyimiz ölçü nədir ki, o bizi haralara qədər apara bilər? Hansı ölçülər? Biz keçən dəfə bundan danışdıq. Dedik ki, məsələn, ata-anamıza olan sevgimiz, evladımıza olan sevgimiz, dostumuza olan sevgimiz, yoldaşımıza olan sevgimiz və yaxud da kimsə istədiyinə olan sevgisi falan, bunlar insanın əlində olan şeylər deyil. Amma ölçüləri insan qaçıra bilər. Məsələn, ata-anasına belə ölçüdə sevgidə ölçünü qaçıra bilər. Və yaxud da ata-ana belə evladına görürsüz, sevgidə ölçünü qaçırır. Təsəvvür elə bilir ki, sevmək evlada yox deməməkdir. Heç bir şeyinə yox demir və sonra gələcəyin bir dənə cinayətkarını yetişdirir. Gələcəyin bir dənə ego ağacını yetişdirir. Və yaxud da ki, aşırı olaraq evladına o qədər qadağalar qoyur, güya sevgisindən. Gələcəyin bir dənə despotunu yetişdirir. Yəni və yaxud da ki, evladlar ata-analarına qarşı Allah qorusun o qədər zalim, o qədər yanlış davranırlar. O da nədən doğranır? Həmin bu sevginin düzgün dəyərləndirilməməsi. Hansı ata-anaya desən ki, sən sevmirsən, deyir, xeyr, onu deməkdir, mən sevmişəm, prosta mən üslubumu belirləmişəm. Amma sevdəmə ölçümüz nədir yəni? Hansı ölçü olmalıdır ki, o sevgi bizə zərər verməsin? Və yaxud da ki, istər kimisinin xanımlardan kişi, kişilərdən xanım qarşı olan sevgisi. Bunlar da ölçülür, necə olması lazımdır? Dəyərlər necə olması lazımdır ki, ona dünya və axirətdə zərər verməsin? Harama getməsin, pisliyə getməsin, onu zərər eləməsin, heyf etməsin. Ona görə də əzizlərim, bu mövzuda, yəni ölçümüzü bilə bilsək, o sevgi bizə çox-çox yardımcı olacaq. Deməli, burada həm də çox nə deyir? Deyir, çox şeylər var. Deyir, məsəl üçün, biz deyir, əslində deyir, ləzzət aldığın şeyləri sevmə demirik. Amma nə deyir? Deyir, bəlkə onları Allah hesabına sev deyirik. Onun məhəbbəti namına sev deyirik. Çünki ölçün Allahın ölçüsü olduğu zaman, sən ayrıldığı zamanda ayrılığından qəmə düşmürsən, hüzünə və depressiyaya düşmürsən, üzülə bilərsən, ağlaya bilərsən, kədərlənə bilərsən, amma vaveyla etmirsən. Çünki niyə bilirsən ki, əlbəttə daimi, əbədi, sərmədi və hər şeyi xəlq edən bir zat olan Rabbimiz varsa, əlbəttə mənim atamı, anamı, sevdiyimi bir dəfə xəlq edib yaratdısa, niyə ikinci dəfə yarada bilməsin ki, deyə və ayət kərimələrində də, Quranında da verdiyi vədə səbr eləyərək ondan axirətdə yenində görüşməyi umursan, qayə edinirsən. Amma yoxsa bu ölçün olmadıktan sonra yaşayışın zaten bütün mahiyyəti dəyişməyə başlayır. Orada nasıl bir dəfə bu dünyaya gəlmişik, ye, iç, yat, kef elə. Nə olur? Aldatmalar da çoxalır. Adam deyir ki, onsuz da bu dünyaya bir dəfə gəlmişəm, öldün, qutardın, gündə bir qızla üzr istəyirəm, flört eləyir. Çünki bilir ki, hesabı yoxdur. Elə düşünür ki, hesabı yoxdur. Elə zehninə qoyub ki, mənə hər şey olar. Mənə hər şey olar. Hər kəs mənə hər şey eləyə bilməz, amma mən hər kəsə hər şey eləyə bilərəm. Bu niyə belə olur, bilirsiniz əzizlərim? Bunun ən böyük problemi həmin o sevgi ölçüsünü qaçırmaqdandır. Sevgi ölçüsünü qaçırmanda nə qaçırıq? Həmin ölçü nədir? Allahın rızası. Allahın rızası adlanan şeydə həm Allah'a dəyər var, həm Allahdan qorxma var. Hesab var, kitab var, dəyər var, məna var. Bu şeyləri, legoları birləşdirdiyimiz zaman insan nəyə düşünməyə başlayır? Bir dur ya. Hər şey elə flörtik aşklardan, hər şey elə o, belə deyim, cibi-cibi söhbətlərdən getmir. Onun içində bir məna var, o dəyər var. O yaşanılmazsa, Üstadımızın qəşəng sözdə bir tabiri var. Zəvali ələm ləzzət verdiyi kimi, zəvali ləzzət da eləm verir. Yəni, ləzzətlərin alındıqdan sonra yerini ələmlərə verməsi, yəni hüzünlərə, qəmlərə, çəkilən əziyyət və qəmləri də getdikdən sonra yerinə ləzzətlərin qalması. Və yaxud da deyək ki, bir sevgin uğrunda mübarizə aparırsan. Halalın ola bilməsi üçün, doğru gün ola bilməsi üçün mübarizə aparırsan
və çəkdiyin əziyyətlər qovuşduqdan sonra sənə ləzzət kimi gəlir. Yoldaşına verdi xatirə kimi danışsan ki, bu şeylərimiz oldu, bu şeylər oldu, bunlar. Amma bir də var ki, hop deyə işləri görürsən, sonra ardından davamlı ələm gəlir. Həqiqətən, aşağı-yuxarı həyatımızda hamımız o şeyləri yaşamışıq ki, o hüzün necə insan həyatını narahatçılığa salır. Yəni bir nevi haramda huzur axtarana huzur haram olur. Və burada da əzizlərim, hər kəs nəyini fikirləşir? Mən özüm tatmin olum. Sanki nəfsimiz o qədər qabarıb ki, yəni bəzən dindirirsən ki, deyir, insan oldan ötər, yəni tatmin olmalıdır da. Hətta Respublikamızda biabırçı bir tendensiya var. Bəli, Azərbaycan ailələrinin oğlan uşaqlarına elədiyi tendensiya var. Oğlan uşağına olar. Kişidir. Və yaxşı, sən qız yetişdirmirsən, ay ata, ay əziz ata, sən evdə, ailədə qız yetişdirmirsən, ətər, yəni oğlana olarsa, bacısına niyə olmaz? Bəbək gender bərabərliyi zadıydı. Və nə oldu? Bircəm, nə oldu bu səbəb? Hara getdi bu bərabərlik? Madəm demək ki, gender bərabərliyi yoxdur, kişinin öz maskulini var, yəni qadının da öz dişil enerjisi var. Ya bunlar bir-birindən qatışdırılmaması lazımdır. Kişinin kişi dəyəri var, xanımın xanım dəyəri var. Bunlar hara getdilər? Eyniləşdirildiyi zaman Azərbaycan mental dəyərlərinə zid gəlir. Nətər olur? Mən oğlum da, hələ bəziləri sən nə deyir? Deyir, o oğlan flört eləmirsə, üzr istəyirəm daha, o işlərlə məşğul olmursa, bu nədir? Kişiliyi də yoxdur bunun. Elə deyirlər. Yaxşı, onda qız uşağı da bu iş görmürsə, demək bunun qızlığı yoxdur. Ədəbi yoxdur. Bu ədəb hansı ölçüdür? Ədəbi gör, hara qədər kiçiltmişik. Niyə? Çünki ortada nə yoxdur, əzizlərim? Ortada nə yoxdur? Allahın rızası adlanan o dəyər yoxdur ona görə. Allahın rızası adlanan o dəyərdə də Allahın qorxusu yoxdur. Allahın qorxu yoxdur. Çünki bu adam fikirləşməsi lazımdır ki, yəni əzizim, yəni sən özünə rəva bilmədiyini başqasına rəva bilə bilirsən. Bax, sən üzr istəyirəm, flört elədiyini bir başqasının bacısı deyil. Özə söhbətə bax, ha. O özü istəyir də, mən eləmirəm ki. Sən nə varsan, nətər olur? Bu ölçü mənə icazəlidir. Mənim elədiyim bir başqasının bacısı olsa da mənə icazə var, amma mənim bacıma heç kim eşit eləyənməz. Gözün çıxardaram. Elə qəşəng eləyərlər. Elə qəşəng heç xəbərin olmaz. Demək abi, bu dəyər, bu məna, bu ölçü, bu niyə biz bu hala gəldik yəni həqiqətən? Acınacaqlı bir hal deyil qardaş. Yəni oturub belə fikirləşəndə belə tüşlər demək sırıtırıq, amma ki, yəni o vəziyyət deyil qardaş. Həqiqətən aqromla oturasaq, ciddi danışası olsaq, əməli başı problemdir bu. Və bəzən əfsuslar olsun, analar da oğlan uşaqlarına o barədə göz yumurlar. Əşi oğlandır da, gəzər də, tozar da. O gəzdiyi, tozduğu kimin qızı da, ay balaca. Oğlan gelib nanotexnologik robotla görüşmür. Öz haşa estağfurullah, başqa öz cinsi ilə görüşmür. Qarşı cinsin nümayəndəsi ilə görüşür. Onu da bir ana dünya gətirməyib ki, yəni. Bu nə paranoyak, xəstə ruhlu bir düşüncədir. Bu nə bir bərbad bir vəziyyətdir. Zənim cəmiyyətimizə enjektə eləyiblər bu düşüncəni. Ya bu həqiqətən 1909-cu ildə mən bunu tez-tez misal çəkirəm. Opera və balet teatrında Üzeyir Hacıbəylinin həmin bu tamaşaya qoyulduğu zaman orada Leyli və Məcnun əsərində məlum məsələdir ki, Leyli rolunda xanım iştirak eləyən tapılmadığı üçün o vaxtın əxlaq normalarına baxı. Leyli rolunda kişi bir nümayəndə qoymuşdular. O kişi də yəni məştaqa cəmaatı, baş cəmaatda bunu eşidir. Təsəvvür ki, deyir, o eşidəndə ki, bu kişi qadın paltarı geyinib, onu deyir. Təsəvvür ki, tamaşa kinoteatrın padvalından qaçırdılar ki, başı cəmaat tutsa bunu öldürəcək də, yəni ki, sən kimsən ha belə. O Bakı hardadır əzizlərim? O sözün əsl mənasında qeyrət, namus, vicdan nümunəsi olan o Bakımız, Bakılılarımız, elə Azərbaycan hər bir dilbər cücəsi. İndi mən bu hadisə Bakıda yaşanıb demək deyil ki, Bakı elə isə bizim rayonlarımız, bizim digər yerlərimiz ondan 10 qatı olubdu yəni. Hələ Bakı biraz mərkəz olub. Həmişə hər zaman biraz əxlaq normaları mərkəzlərdə biraz zəif olub. Qıraqlarda biraz daha təqvalı olunub. Bu tarix boyu da belə olub yəni. Düşün yəni bizim 100 il bundan qabaqki Bakımız bu dəyərlərə diqqət edibsə,
Bu ölçülərə diqqət edibsə, bugün hardadır o ölçülər əzizlər? Niyə? Çünki ipin ucunu qaçırmışıq canlarım. O dəyər qaçıbdır. Və yaxud da ki, tualet kağızı dəyərgərcəsinə və yaxud da ki, dəftər, yazı, qələm, ruçka dəyişərcəsinə flörtlər edilir. Təcrübə yığır qağam. Bəs məqsəd nə idi? Halal dairədə bu şeyləri yaşamaq, ailə olmaq, bir qayə edinmək, bir məna. Bugün boşanmalar desən 50%-in üstündə, evlənmələr desən 50%-in altında yoxdur. Ailə dəyərləri itir. Niyə əzim? Çünki ölçü yoxdur. Əvvəl bu ölçünün adını xüsusi olaraq demirlər. Mən Allah rızası üçün sevirəm səni. Bu şey demirlər, amma bir ölçü vardı. Onun adı əxlaq norması idi. Dinimizdə hər şey deyəndə adını Allah rızası üçün qoymurlar ki, məsəl üçün mənim Allah rızası üçün davranmağım ticarətdə çəkidə aldatmamağımdır. Mənim Allah rızası üçün davranmağım müəllimlikdə rüşvət almadan tələbələrimi yetişdirməyimdir. Mənim Allah rızası üçün davranmağım həkimlikdə vicdanımla insanların sağalmasına kömək eləməkdir. Və eyni zamanda da bu dəyərlərdə də, bütün dəyərlərdə də Allah rızası üçün bir norması var, normativi var. Necə ki, idman sözü gələndə deyirlər ki, mən idman akademiyasına verəcəm, falan eləyəcəm. Orada sənin o ki, güləşdə ayrı normativ, judoda ayrı normativ və yaxud da boksda ayrı normativlər tələb olunur. Yəni orada ama sən idmanda gücünü göstər. Adı gücdür, idmanda ama özünün normativləri var. Burada da eynən adı Allah rızası üçün, Allah sevgisidir. Amma hər şeyə yansıması ayrıdır. Ticarətdə ayrı, elmdə ayrı, əxlaqda ayrı, ailədə, sevgidə də bir ayrıdır yəni. Ona görə də əzizlərim, bu sevgi dəyərlərində də o ölçü, həmin Allah rızası ölçüsü nədir? Bir-birinin haqqına girməmək, halal dairədə bir-birini qorumaq və gələcək ailəsi olana qədər ona həqiqətən sayğıda olmaq. Saygıda qüsur etməmək, dəyərdə qüsur etməmək. Onlar qusurlu olunca nə olur? Hamısına zərbə gəlməyə başlayır. Və bunun da bir dönəmi var. Artıq elə bir hala gəlmiş ki, mütləq 15 yaşına çatdınsa, sənin yanında bir dənə qız yoxdursa, qızın yanında bir dənə olan yoxdursa, demək ki, bunlar geridə qalmışdılar. Belə bir düşüncə də bizə gəlir. Niyə? Çünki əzizlərim, yenə deyirəm, ölçü yoxdur. Ona görə də burada nə deyir? Həm onun hesabına, onun namını almaq, onun namına vermək, onun namına yaşamaq səndən muhabbətin əsas xaslətini iqtiza ediyor, deyir. Həm sonra deyir, evladlarını Allah-u Teala'nın hədiyyəsi olduğuyla və Allah-u Teala'nın ona əmanət olaraq vermə dəyəri ilə sevmək. Bəzən valideynlərimizin ən böyük səhvi elə davranırlar ki, çünki əslində bizim sahibimiz yiyəmizdir. Xeyr, qardaş. Bizim yiyəmiz Allah'dır. Allah Teala valideynlərimizə bizi əmanət edib ki, ən gözəl şəkildə bizi tərbiyələndirsinlər. Valideyn isə amma nəfsinə görə ağzına gələn kulturoloji şeylərə qoyur. Uşaqlar bir bədbəxt deyil. Eyni anda güləş, robot, rəqs, heç bilmir nəyə qoyur. Musiqi, hər şeydən bir. Öz yəni keyfiyyət istəklərini təmin eləmə məqsədinə evlanı bir obje yerinə qoyur. O obje də layiqli qərar yerinə yetirə bilməyəndə sonra valideyn ondan umsuq eləməyə başlayır və başlayır intihara qədər gedən yolçuluq. Halbuki bir öyrənmək istəmir ki, dinsiz Yapon belə bir gənc evladını kəşf eləməyə başlayır bu yaşında. Görün mənim evladım nə istəyir? Robot mu istəyir, maşın mühəndisi mi istəyir, həkim mi istəyir, müəllim mi istəyir, bərbər mi istəyir, mühəndis mi olmaq istəyir? Yəni bunları bir dəyərləndirir. Bu da evladın, ata-anasının, ata-ananın da evladına olan sevgidir. Yəni dolayısıyla ata-ananın evladını Allah rızası üçün sevməsi nə deməkdir? O evladı əmanət olaraq böyütməsidir. Öz oyun istəklərinə, özü ata-anası nə var uşaqlıqda buna icazə verməyib deyə onun azğana uşağa hər şey verməsi sevgi deyil. Uşağa ilk öncə yoxuyla həni eyni anda öyrədəndir əsl valideyn. Sevgi ölçüsü, Allah ölçüsü burada budur. Bunu qoymayan valideyn bir müddətdən sonra nə əkərsən, nə biçərsən, nə əkərsən, o misalı ilə bir gün evladından əkini, yəni meyvəsini biçəcək. Niyə? Çünki o nə əkmişdi? Əkdiyi ancaq öz hisslərini, öz egosunu təmin eləmək idi. Evladı da yaşa gəldi, çatdı, valideyni koydu qırağa, öz egosunu təmin eləyir. Salam verir ki, bir başqa formada evlad sənə neynədir? Buynuzlarını göstərdi. Yəni sənə əsl demək istəyir ki, həmin o əkdiyin şeyin bu birisi üzüdür. Bu birisi başıdır. Bax, şey verib.
meyvə verib ala. Niyə bax, sonra evlatların da ata-anaya qarşı Allah rızası dediyi şey nədir? Onları əsl bir valideyn kimi sevməsi, dəyər verməsi, sözünə etibar etməsi, itaət etməsi. Ata-ana səhv olsa da belə yeri gələndə onun sözünü boğazından keçirməsi. Allah rızası üçün burada bu rol oynayır. Sonra gəlir ləziz meyvələri və taamları sevmək. Nətər olur əzizim? Allah əfv eləsin, için mən daxil nimətləri sevginin doğru düzgün dəyərini bilmirik. Birazdan oturub yemək yiyəcəyik. Məsəl üçün deyirəm. Onlar əslində nə vaxt olmalıdır? O da deyil, orqanlar, bədənimin, qaraciyər sevginin nətər olmalıdır? Qaraciyər deyir ki, ay əzizim, ay Murad, Muradik, canım ciyərim, sən deyil, məni axşam saat 8-ə qədər mənim yemək təmin eləməlisən. Məadaltı və deyir ki, sən mənə şəkərə aşırı yükləməməlisən, əzizim. Yüklədiyin zaman mənim hormon balansım pozulur. Bunlardakı Allah ölçüsü dəyəri budur yəni. Orqanların işləmə fəaliyyətinə uyğun şəkildə. Allah fələsin, yenə də özümü də daxil edək deyirəm. Yuxu rejimimiz, kortizol hormonumuz, eyni zamanda ona bağlı olan serotonin və melatonin hormonumuzun istəyi onun düzgün 11-4 yuxusunu təmin eləməklədir. Eləyə bilmirik, içimən daxil. Sevgimiz, ölçümüz nə o? Yəni, bax, biz elə bilirik ki, mən sən Allah üçün bir dənə təşəkkür edilir. Bəzi, yenə hər zaman bilirsiniz də, mən o deməsəm canım çıxar. Din tacirlərinin bizə öyrətdiklərindən Allah rızası üçün, Allah rızası. Ay, Allah rızasını bizə elə adiləşdilər ki, bir neftçilərdə dilənçilər Allah rızasını deyəndə elə bilir ki, elə odur. Estağfurullah. Bir də Allah üçün nəsə bir dənə xutbədə imam çıxdı, bir dənə Allah üçün nəsə dedi. Hə, bu oldu elə Allahın rızası. Fisiyo. Allah rızası, Allah sevgisi elə budur. Xeyr. Yaşadığımız hər anı səyyarədə Allah sevgisinə ibarət olur. Sadəcə yansıması, ölçüsü, mənası fərqlidir. Dediyim kimi tibb elmində bir başqa da Allah ölçüsü. Müəllimlikdə Allah ölçüsü şagirdlərinə ən gözəl elmi ötürə bilməsidir. Şövq ilə, həvəs ilə. Bir avtobus sürənin Allah rızası ölçüsü nədir? Millətə xidmət eləmə şuuru. Mən insanlığa aparıram burada. Mən onların canından məhsulam, məsuliyyətli sürməliyəm. Yoxsa konqaya çıxmamalıyam eyni avtobus. Nə var, intervalı 2 dəqiqə məndən keçib deyə. Yəni, hər bir şeydə bu ölçü, bu sevgi nədir? Yerinə, məkanına, vəziyyətinə, zamanına, dəyərinə görə dəyişir əzizlər. Rabbim həqiqətən bu sevginin dəyərini bilməyi, anlamağı, həyatımıza tətbiq etməyi bizlərə nəsib eləsin ki, Allah üçün sevə bilək, Allah üçün yaşaya bilək, ən əsas da sevdiklərimizin qədrini bilək, dəyərini bilək. Çünki kullin nəfsin dəiqatul məvd, thumma iləynə turcaun. Hər bir nəfs ölümü dadacaq və ona qaytarılacaq. Bir gün ata-ana olmayanda başqalarının ata-anadan aldığı ləzzətdən sən ləzzət ala bilməyəcəksən. Ona görə də verilən gəncliyin qədrini bilin. Verilən zamanın qədrini bilin. Həqiqətən öyrənəcəyiniz elmin qədrini bilin. Və ən əsas da Allah Taala'nın verəcəyi sizə sağlığın qədrini bilin. Və bugün buradayıqsa, Allaha iman etmişiksə, ən böyük dəyərlərdən olan imanın dəyərini bilin əzizlər. Çünki Allah Taala hər kəsə hər şeyi nəsib eləmir. Nəsib edirsə, əlbəttə bir bildiyi var və bir qoluna bir seçmişliyi var, bir onun missiyası var. Allah üçün o missiyalarımızı haqqı ilə yerinə yetirək inşallah.